Bu epizod necə penal deyil? Necə penal deyil də biri mənə izah edə bilər? Ümumiyyətlə bu tip komandalara artıq mən nifrət edirəm. Nə özləri oynaya bilir, nə imkan verir ki, qarşı tərəf oynasın. Dünənki oyun nə idi ki, güya? Stadiona çıxdıqları andan hiss olunurdu ki, bu oyunda qələbə olmayacaq. Ümumiyyətlə hakimin video fasonundan bəlli idi ki, bu oyunda nəsə problem olacaq. Ki oldu da. Penal verilmədi, nə qədər mənasız cərimələr təyin olundu. Maguire heç qırmızı verməyə ehtiyac yox idi. Yəni ümumiyyətlə dünənləri hakim əlindən gələni elədi ki, United oynaya bilməsin, qələbə qazana bilməsin. Yəni artıq bu kimi şeylərdən bezmişik. Dünənki oyunun qəhrəmanı hakimdir. Oyunçulara gələndə də qınamıram, oyunçular bacardığını eləyir. Heyət qıtdır, Kərik bacardığını eləyir. Amma Mbeumo özünə gəlməlidir. Artıq bu neçənci oyundur ki, yox kimi bir şeydir. Yəni rəqib Bournemouthdur da. Yəni burada nə çətin bir şey var ki, Mbeumo özünü göstərə bilmir. Mbeumo məncə papağını qabağına qoyub fikirləşməlidir. Amad da onun kimi oynayır, yaxşıdır, fiziki olaraq artırmalıdır. İllərdir Amadın fizikisi eynidir. Bu adam böyümür. Mərkəzə oyunçu lazımdır. Bu dəqiqdir. Mərkəzdə çox top itiririk. Müdafiədə də ki, Allah köməyimiz olsun. Biri gedir, biri gəlir. Zədələrdən imkan olmur ki, konkret bir müdafiəmiz olsun.